Salam, hər vaxtınız xeyir olsun. Bugün mix sınağının izahına baxırıq. Demək olar ki, yəni dəstəyə əsaslanmış, hazırlanmış suallardır. Dəstəkdən qırağa çıxılmayıb. Çalışdığım qədər dəstəkdə incəliklərə fikir vermişəm. Əlbəttə ki, dəstəkdə incəlik çoxdur. Bunu 40 sualda yerləşdirmək çətindir. Yəni yenə də çalışıb hər mövzunu əhatə edəcək dərəcədə 40 sual tərtib etmişəm. Əlbəttə ki, yəni MİQ səviyyəsi deməzdim. MİQ-ə bir yaxın ola bilər. MİQ başqa olur. Yəni MİQ-də hər zaman gedib fərqli suallarda görürük. Yenə də nə qədər çox tez işləsək, yəni MİQ imtahanlarına da o qədər hazır olarıq. Başlayaq birinci sualın izahına. Xəritə fərqləndirən A gölü tektonik şorsulu İstiqlı göldür. Yerləşdiyi ölkə haqqında doğru fikirlər müəyyən edin. İstiqlı gölü Qırğızstanda yerləşir. Qırğızstanda yerləşir və ən böyük gölüdür. Qırğızstanda müstəqil türk dövlətidir. Baxaq gör hansı variant doğrudur. Ölkə əhalisi İndo-Avropa dil ailəsinə aiddir. Xeyr, Altay dil ailəsinə aiddir. A gölü ölkənin ən böyük gölü olub. Hər tərəfdən Alp qırışıqlığından yaranan dağlarla əhatə olunub fikri yanlış olar. Birisi də Tian Şan dağlarıdır. Ölkənin paytaxtına günəş şüaları maksimum düşmə bucağı Bakı şəhərinə günəş şüaları maksimum düşmə bucağından böyükdür. Fikri yanlış olar. Bişkek şəhəri Bakıdan daha şimaldadır. Ölkə əhalisinə qadınlar üstünlük təşkil edir və əhalinin böyük bir hissəsi kənddə yaşayır fikri doğru olar. Çünki dağlıq ölkədir Qırğızistan və burada əhali dağlıq ölkələrdə əhalidir. Kənddə yaşayanlar üstünlüyü olur və qadınlar da burada kişilərlə müqayisədə daha çoxdur. Bizim ölkə kimi. E variantına baxaq. Ölkənin qonşu olduğu dövlətlərdən yalnız ikisinin dünya okeanına çıxışı var. Xeyr, bir dənəsinin çıxışı var. Yalnız Çinin qonşuları Qazaxıstan, Çin, Tacikistan və Özbəkistandır. Bunlardan yalnız Çinin çıxışı var. Bir ölkə olmalı idi. Cavab D. Birinci sualda. İkinci suala baxırıq. Azərbaycan iqtisadi coğrafi rayonlar haqqında verilən fikirlərdən hansılar səhvdir, bizə səhv istəyir. Ölkənin şimal ucqar nöqtəsinin yerləşdiyi iqtisadi coğrafi rayon daxilində şəhərlərin sayı inzibati rayonların sayından çoxdur fikri yanlış olar. Yəni, yanlışdırsa götürərik biz bunu. Bir olmayan variantlar çıxdıq. Mil Muğan hidroqovşağının yerləşdiyi iqtisadi coğrafi rayonda yalnız yarımsəhra və quru-çöl iqlim tipi yayılıb. Mil Muğan iqtisadi coğrafi rayonunda yerləşmir. Qarabağ iqtisadi coğrafi rayonunda, Füzuli rayonunda yerləşir. Bu səbəbdən də Qarabağ iqtisadi coğrafi rayonunda bəli, yalnız yarımsəhra iqlimi xeyr, yanlış olar. Bu da yanlışdır. Amma Mil Muğan hidroqovşağı belə deyək də, Mil Muğan iqtisadi coğrafi rayonu bəli, yalnız yarımsəhradır. Amma Mil Muğan hidroqovşağı Mil Muğan iqtisadi coğrafi rayonunda yerləşmir. Kiçik Qafqaz dağlarının ən yüksək zirvəsinin yerləşdiyi iqtisadi coğrafi rayon daxilində 3 eranın çuxurlarına rast gəlinir fikri doğrudur. Qapçıq zirvəsi Naxçıvanda Paleozoy, Mezozoy, Kenozoy dövrlərinin çuxurlarına rast gəlinir. Azərbaycan Presinin fəaliyyət göstərdiyi iqtisadi coğrafi rayon daxilində Bəndovan yasaqlığı yerləşir. Azərbaycan Presi yerləşir Mingəçevirdə, Mərkəzi Aran iqtisadi coğrafi rayonunda, Bəndovan da Qaradağ rayonunda, yəni Bakı iqtisadi coğrafi rayonunda yerləşir. Bu da yanlış olar. Bir yerdə yerləşmir. Çuxulyurt mineral bulağının yerləşdiyi iqtisadi coğrafi rayonunda yanlış ehtiyatlar var və Çuxulyurt Şamaxıdadır və Şamaxıda Dağlıq Şirvan iqtisadi coğrafi rayonudur. Orada İsmailiyyədə, Qobustanda yanaş ehtiyatları var. Fikir doğrudur. Zəfər yolu bir iqtisadi coğrafi rayon daxilindədir. Fikir doğrular. Yalnız Qarabağ iqtisadi coğrafi rayonu daxilindədir. Füzulidən Şuşaya çəkilmiş yoldur. Bu da yanlış fikirlər istəyirsə 1, 2, 4-ü götürərik. Üçə baxırıq. Aşağıda verilən boğazlar haqqında doğru uyğunluğu müəyyən edin. Boğazlar verilib. Bas, Bulk, Laperuz, Drake, Messina boğazlar verilib. Baxaq görək
hansı uyğundur? 1, 2, 5 eyni ölkənin ərazilərini bir-birindən ayırır. 1. Bas, Bəli, Tasman adası ilə Avstraliya materikinin. 2. Polk, Səfular. 2. Hindistan yarımadası ilə Şri-Lanka adasını ayırır. Fərqli-fərqli ölkələrdir. Eyni ölkə deyil. 1 səhvdir. 5. Düz idi. İtaliyanın ərazisini ayırır. Ada ilə yarımadanı. 2 səhv idi bir də. 2-yə baxaq. 1, 3, 4, 1 ikiqlama quşağında yerləşir. Bas, bəli, bir ikiqlama quşağıdır. Mülayim, cənub mülayim. Laperius şimal mülayim. Drake cənub mülayim. Drake 60 dərəcə, yəni cənub qütb dairəsi kəsmir. Ona görə də bir ikiqlama quşağına düşür. 2-ni götürərik. Paralel çevrəsinin uzunluğu 30.744 kilometr olan paralel 1 və 4-ü kəsir. Burada bir bas boğazını kəsir, yəni 40-cı paralel. Biz bunu 360-a bölsək, buradan biz 85 tam onda 4 alarıq. Yəni bu da 40-cı paraleldir. Yəni biri kəsir, bas boğazını kəsir, amma direkt boğazı daha cənubda qalır 40-cı paralelə nəzərən. Ona görə də 3 səhvdir. Amma yenə deyim, 40-cı paralel, cənub 40-cı paralel, cənub enliyi bas boğazını kəsir. 3 səhvdir. 1 və 4 boğazlarının sahilində eyni təbii zonalara rast gəlmə fikri doğru olar. 1 bas boğazıdır. 5 Messinada hər ikisində zodiaklı meşə kolluqlar var. 1-3 sahillərini inkişaf etmiş ölkələr yuyur. 1-3 inkişaf etmiş ölkələrin sahillərini yuyurlar. 1 bas boğazı və Avstraliya inkişaf edib. 3 biz Yaponiyanı götürə bilərik. Bəli, doğrudur. 2 okeanı əlaqələndirir. 1 bəli, 2 xeyir, səhv olar. 4 direkt düz idi, amma hop səhv idi. Doğru fikirlər isə 2, 4, 5 doğrudur. Cavab B. Uyğunsuzluğu müəyyən edin. ABŞ-da dəmir yollarının sıxlığı Çindən azdır. Çindən çoxdur ABŞ-da dəmir yollarının sıxlığı. Yanlış. Dünyada yük daşınmasına dəniz, sərnişin daşınmasında isə avtomobil nəqliyyatı üstündür fikri doğrudur. Doğru yanlış verilib. ET-in təsiri dəmir yolu nəqliyyatına əhəmiyyəti artmışdır. Fikri yanlış olar, azalıb. Yanlış verilib. Avtomobil nəqliyyatı şəhər daxilə və şəhər ətrafı sərnişin daşınmasına görə birincidir. Fikri doğrudur. Doğru yanlış verilib. Valdez Newcastle, Seattle dəniz limanları sahəsi Kiçik okeanda yerləşir. Fikri doğrudur. Valdez Seattle sakit okean ABŞ-da, Newcastle Avstraliyada sakit okeanda yerləşir. Doğruya doğru. Xark, Tampico, Houston dəniz limanlarının aid olduğu su hövzələri zəngin neft ehtiyatlarına malikdir. Fikri doğrudur. Xark İran körfəzi, Tampico, Houston isə Meksika körfəzində yerləşir və neftlə zəngin ərazilərdir. Doğruya yanlış verilib. Bizə də deyir ki, uyğunsuzluğu müəyyən edin. 1-də uyğunluq gözlənilib, yanlışa yanlış verilib. 2-də gözlənilməyib, 3-də gözlənilib, 4-ü götürərik, gözlənilməyib və 6-nı götürərik. 2, 4, 6 cavabımız olar. Cavab A. 4-cü sualda A variantı. Beşə baxırıq. Aşağıda verilən yarımadalar haqqında doğru olmayan uyğunluğu müəyyən edin. Doğru olmayan uyğunluğu deyir bizə. Yarımadalar verilir. Baxaq 1-ə. 3 və 4 qədim qırışıqlıq mərhələsində yaranmışdır. Baxaq 3 Florida, bəli, qədim qırışıqlıqdır. 5 Valdez, bəli, qədim qırışıqlıqdır. Doğruya doğru verib. 2, 1, 2, 5 soy qoşun cəryanı təsiri altındadır. 1 Kaliforniya, bəli, Kaliforniya cəryanı, soyuq cəryan. 2 Pireneya kanal cəryanı, bəli. 5 Valdez, bəli, doğrudur. Falkland cəryanı təsiri altındadır. Doğruya yanlış verib. 3-ə baxırıq. Qədim 6 Kore yarımadası qədim platformada yerləşir fikri doğrudur. Doğruya yanlış verib. 1, 2, 4, 5 eyni qırışıqlıq vilayətində yerləşir. Eyni qırışıqlıq olsun deyir. Kaliforniyada və alt qırışıqlığı var. 2-də Pireneyada alt var. 4-də Abşeron alt qırışıqlığıdır. 5 Valdez isə dedik ki, qədim qırışıqlıqdır. Bu da səhvə
Səhvdir. Daha sonra 6 3 ölkə arasında yerləşir və sahillərini 2 dəniz suları yuyur. 6-ya baxaq. 6 Koreya yarımadasıdır. Koreya yarımadası 3 ölkəyə yox, 2 ölkəyə məxsusdur. Cənubi Koreya, Şimali Koreya. Bu da yanlış olar. 1-2 6 ərazilərində inkişaf etmiş ölkə var. Kaliforniya yarımadasında yoxdur inkişaf etmiş ölkə. Təkcə Meksikaya aiddir Kaliforniya yarımadası. 2-də var, 6-da var idi. Yanlışa doğru verir. Bizə deyir ki, burada doğru olmayan uyğunluq müəyyən edin. Doğru olmayan uyğunluq 1-i götürməliyik onda. 2-ni götürərik, 3-ü götürərik və 6-nı götürərik. 2, 3, 6 cavabımız olar E variantı. 5-də E. 6-cı suala baxırıq. 6-cı sualda baxaq. Aşağıda verilən adlar haqqında doğru uyğunluğu müəyyən edin. Adlar verilib: Müqəddəs Yelena, Qrenlandiya, Kerguelen, Vrangel, Tayvan, Ulu Torpaq, Baffin torpağı, Kanar adaları. Uzun şərt olsa da yenə də biz bu suala baxmalıyıq və göründüyü kimi çətin deyil. 1, 2, 8 aid olduğu ölkələr monarx idarəetmə formasına malikdir. 1. Müqəddəs Yelena İngiltərə, 2. Qrenlandiya Danimarka, A. 8 Kanada, İspaniya, bəli, monarxiyadılar. Hər üçü doğru, yanlışdır. 4, 3 yarımkürədə yerləşir. Yəni Vrangel adası deyir 3 yarımkürədə yerləşir. Doğrudur, 180 dərəcə çəkir. Aid olduğu ölkədə Rusiyaya aiddir. Mülayim iqlim qoşan bütün yarımkürələrin rast gəlinir fikri də doğru olar. 2 və 7 fərqli litosfer havalarında yerləşirlər. 2 Qrenlandiya, 7 Baffin torpağıdır. Hər ikisi Şimali Amerika litosfer havasındadır. Fərqli litosfer havası deyil, eyni litosfer havası olmalıdır. 2, 3, 5, 6, 8 il ərzində günorta vaxtı maksimum və minimum günəş şüalarının düşmə bucaq fərqi 47 olan ərazilər var. Günəş şüaları maksimum və minimum düşmə bucaqlarının fərqi 47 olan enliklər mülayim işıqlanma qurşağıdır. Yəni mülayim qurşağının enliyi olmalıdır. Yəni verilən adlardan hər hansınsa mülayim işıqlanma qurşağına düşən hissəsi varsa və yaxud da tamamilə mülayim işıqlanma qurşağındadırsa biz bunu doğru kimi götürə bilərik. 2-nin bəli doğru götürə bilərik. 2-də Qrenlandiyadır. Qütb dairəsi kəsir. 3-ü götürə bilərik. Kerguelen tamamilə mülayimdədir. 5-i götürə bilərik. Tayvan adasının tropik kəsir. 6-nı götürə bilərik. Tamamilə mülayimdədir. 7-ni götürə bilərik. Tropik qütb dairəsi kəsir Baffin torpağında. Yəni fikir doğrudur, yanlış verir. Sualın ardı da var. Buradan neçəni götürərik? Adlar haqqında doğru uyğunluğu müəyyən edin. Buradan yalnız 2-ni götürərik. Burada doğruya yanlış, yanlışa doğru, yanlış, doğruya yanlış götürmək. Buradan yalnız 2-ni götürdük. 2-ni götürsək, baxaq sualın geri qalan hissəsinə. Beşincizə baxırıq. Sualın davamıdır. 2-ni götürmüşük. 2 olmayan variantları gəlin çıxaq. 2 olmayan variantlar, yəni 2-nin verilmədiyi variantlar. 1 səhv idi də. Burada 2 verilib, 3 də səhv olduğu üçün çıxırıq. Biz 3 orada götürməmişik. Cavab D variantıdır. Yenə də baxaq. 1, 3, 5, 8 götürmük pillə normadan az, götürmük qradiyent isə çoxdur. Yəni götürmük pillə normadan az isə bu geosinxron ərazidə yerləşməlidir. Litosfer havalarının sərhədində olan bir ərazi götürməliyik. 1 Müqəddəs Yelena divergentdə yerləşir. 3 Kerguelen divergentdə yerləşir. 8 Kanar adaları divergentdə yerləşir. Fikir doğrudur. Doğruya doğru verib deməli elə götürürük. Maksimum buxarlama qabiliyyəti dekabr ayı olur. 1, 3, 6-da 1 Müqəddəs Yelena cənubda yerləşir. 3 Kerguelen cənubdadır. 6 Ulu Torpaq cənubdadır. Cənub yarımkəsində maksimum buxarlanma, düz cənub yarımkəsində yay fəslidir. Dekabr ayı yay fəsli girir. Dekabrın 22-si. Amma maksimum buxarlanma bir ay sonra, buxarlanma qabiliyyəti belə deyək, bir ay sonra olur. Bir ay sonra, yəni yanvar ayı olsaydı bu da doğru olardı. Yəni bu da yanlışdır. Yanlışa yanlış olduğu üçün götürərik.
2-ni götürmüşdük və 5, 6 ilə D variantı doğru oldu. Bu sualda 2 variant var. Sonradan nəzərimə çatdı. Yəni B ilə D doğrudur. Birində şərq yazılmalı idi. Amma qərb yazılıb. Baxaq yenə də sualın həllinə. Deyir X məntəqəsi. Birinci biz belə bir suallarda nə etməliyik? İşğalma qurşaqları din işarətini bilirəm deyə oxumadım. Yenə də oxuyaq. X məntəqəsi gecə və gündüzün adi növbələşdiyi enlikdə yerləşir. Deməli bu qütb işğalma qurşağı deyil. Belə olduqda həmişə belə yazmaq lazımdır. Məsələn, işğalma qurşaqlarımızı yazaq. Tropik, mülayim və qütb yazarıq. Mən məsələn, bura kimi oxudum. Deyir ki, burada gecə və gündüz adi növbələşir. Deməli, onda qütb olmaz. İndi ardını oxuyaram. Yay gün dönümü və qış gün dönümü günlərində günorta vaxtı günəş şüalarının düşmə bucaq fərqi 36-dır. Bunu da yenə buradan da çıxarda bilmirəm. Buradan da çıxartmaq olmadı. Buradan əslində çıxartmaq olur. Necə çıxartmaq olur? Yay gün dönümü və qış gün dönümü günəş şüalarının düşmə bucaq fərqi 36 tropik işıqlanma qurşağı eləyər və yaxud da qütb işıqlanma qurşağı eləyər. Burada qütb işıqlanma qurşağını biz çıxdığımız üçün avtomatik tropik işıqlanma qurşağı qalır. Çünki mülayim işıqlanma qurşağında 47-dir bu. Yəni biz yenə də mülayimi rahatlıqla çıxa bilərik. Amma növbəti cümlədə yenə tamamilə mülayimi çıxarıq. Enlik Karakas şəhəri ilə eyni işıqlanma qurşağında və eyni yarımkürədə yerləşir. Deyir ki, enlik Karakas şəhəri ilə eyni işıqlanma qurşağı. Yəni Karakas şəhəri Venesuelanın paytaxtıdır və şimal-qərb yarımkürəsində yerləşir Karakas şəhəri. Onda tropik işıqlanma qurşağına düşdüyü üçün mülayimi biz yenə də rahatlıqla tamamilə çıxdıq. Deyir, X məntəqəsinin coğrafi koordinatları aşağıdakı variantlardan hansı ola bilər? Fikri baxırıq. Qaldı tropik. Biz X məntəqəsi deyək ki, yəni şimal yarımkürəsində hansı ola bilər tropik işıqlanma qurşağında qərb yarımkürəsinə düşsün. Uzunluq heç bu uzunluğu biz variantlara əsasən tapacağıq. Uzunluqla bizim işimiz yoxdur. Hansı qərbdirsə onu götürəcəyim. Burada yenə deyim ki, 2 dənə verilib. Yenə baxaq biz. Bu sualda mən necə yazıram? Birinci tropik xəttimi çəkirəm. 23,5. Sonra bir enliyimi çəkirəm. Enliyimi elə E deyirəm. Tropikimi çəkim. Ekvatorumu çəkim 0. Cənub tropikimi çəkərəm. 23,5. Cənub enliyi. Günəş deyir ki, yay və gün dönümündə bu enliyə və qış gün dönümündə bu enliyə düşmə bucaq fərqləri neçədir? 36-dır. Buradan bura olan məsafəni mən X deyirəm. Buradan bura olan məsafəni mən Y deyirəm. Avtomatik ekvatordan cənub tropikana qədər olan məsafə X üstəgələ Y olacaq. X üstəgələ Y olur. Avtomatik. Bu zaman onda belə bir şey gəlir. Biz 22 gündə, yəni şimal tropikində zenitdə olduqda günəş E enliyinə düşmə bucağı 90-X olacaq. Bu da çıxılsın. Cənub tropikində zenitdə olduqda 90 çıxılsın. Y-dən 2 dənədir. Fikir versək 2Y, X-dən də 1 dənədir. Buradan bura olan məsafə 1X. Bu 36-ya bərabər eləyəcəyik. Gəlin sadələşdirək, sonra bərabər eləyək. Yəni bura atsaq 90 çıxılsın 2, çıxılsın 90, üstə gəlsin 2Y, üstə gəlsin X. 90'lar getdi, X-lər gedər, yerdə qalar Y. 2Y-imizi sadələşdirdik, bərabər edirəm 36-ya. Y dediyin necə? 18. Y-in dərəcəsi biz aldıq ki, yəni buradan bura kimi olan məsafə 18-dir. Buranın dərəcəsi ekvatorun bəlli olduğu üçün buradan bura 18-i biz yerləşdirək. 18 şimal enliyi. Cavablardan 18 şimal enliyi B və D-dədir.
Yenə deyirəm, burada iki variant var. B də doğrudur, D də doğrudur. Çünki eyni bir şey yazılıb. Birində şərq yazılma aidəsinin texniki səhv olub. 2007-də 2, düz B və D var. Çaylar üçün uyğunluğu müəyyən edin. E, Parana-Murray çayları verilib. Parana-Murray çayları deyir, bir mənsəb subtropik iqlimdə yerləşir. Parana-Murray, bəli, hər ikisi subtropikdədir. 4-ə baxaq, hövzəsi iki işıqlanma qurşağında yerləşir. Parana-Murray, Murray-in hövzəsi iki işıqlanma qurşağında yerləşmir. Bu da səhv olur. Xuanxe və Po çayları verilir. Deyir, mənsəbi tropik iqlimdə yerləşir. Xuanxenin mənsəbi mülayim iqlim qurşağıdır. Subtropik iqlim qurşağı deyil. B-də getdim. Mənsəbi federativ ölkədir. Onlar da səhvdir. 3. Nil və İravadi verilib. 3-lə 4-ü mənsəbini delta yaradır. Bəli, delta yaradır. Hər iki çay delta çaydır. 4 hövzəsi iki işıqlanma qurşağında yerləşir. Bəli, tropik xətti kəsdiyi üçün iki işıqlanma qurşağında yerləşir. C variantı doğrudur. Yansızı və Magdalena çayları verilib. Bu da bir mənsəb subtropik iqlimdə yerləşir və yansızı bəli yerləşir. Magdalena mənsəbi subtropikdə yerləşmə fikri səhv olar. O birinə baxırıq. Mənsəbi federativ ölkədir. O bunda mənsəbi federativdir. Reynin mənsəbi Niderlanda düşür. Niderland federativ deyil, səhv olar. Cavab C variantı olar 8-dən. 9-a baxırıq. Aşağıda beynəlxalq təşkilatlar və üzv olan ölkələr verilmişdir. Hansı sırada uyğunluq pozulmuşdur? Uyğunluq pozulmuşdur deyir bizə. Gəlin biz səhvlərə baxaq, sonra şərtə yenə baxarıq. ASEAN təşkilatına Filippin, Singapur, Brunei. Burada uyğunluq gözlənilib. BİSEC Qaradəniz Əməkdaşlıq Təşkilatıdır. Burada Albaniya, Moldova, Slovakiya. Burada səhv olar. Slovakiya üz deyil. Avropa İttifaqına Lüksemburg, Malta, Serbiya üz deyil. ALADI təşkilatına baxırıq. Latın Amerikası təşkilatıdır. Ekvador, Kuba, Panama doğrudur. MDB-yə baxırıq. Moldova, Tacikistan, Qırğızstan doğrudur. 6-ya baxırıq. NATO-ya. Estoniya üzdür, İspaniya üzdür, Avstriya üz deyil. Burada pozulmuş dediysə 2, 3, 6-nı götürək. 2, 3, 6 cavab D variantı eləyər. Növbəti suala baxırıq. Məsələn, X dağları iki işıqlanma qurşağında yerləşir və aid olduğu ölkə beynəlxalq iqtisadi inteqrasiyasının azad ticarət zonasında və sivilizasiya olaraq qərb sivilizasiyasındadır. X dağlarının qərbində savanna və seyrək meşələr, şərqində isə dəyişən rütubətli meşələr yayılmışdır. X dağlar iki işıqlanma qurşağında yerləşir və aid olduğu ölkə beynəlxalq iqtisadi inteqrasiyasının azad ticarət zonasında və sivilizasiya olaraq qərb sivilizasiyasındadır. X dağlarının qərbində savanna, şərqində isə dəyişkən rütubətli meşələr yerləşsin. Ümumiyyətcə, belə olduqda biz savanna və savannadan söhbət gedir və savannadan sonra dəyişkən rütubətdən söhbət gedirsə, biz hardasa təxminən isti okean cərəyanlarının subekvatorial iqlim olan ərazilərə baxmalıyıq. O ərazilərə baxdıqda biz Avstraliya materikində böyük su ayrıcı dağları ağlımıza gəlməlidir ki, böyük su ayrıcı dağlarının şərqi dəyişkən rütubətli meşələrdir. İsti cərəyanın təsiri ilə qərbi isə savannadır. Hətta savanna Hind okeanına qədər, cənubdan şimaldan cənuba kimi savannalar yerləşir böyük su ayrıcı dağlarının qərb ətəklərində.
Böyük Saz dağları iki şıqlama qurşağında yerləşir. Fikri doğrular. Aid olduğu üçün beynəlxalq iqtisadi inteqrasiyanın azad ticarət zonasındadır. Doğrudur. Sivilizasiya olaraq da Qərb sivilizasiyası doğrudur. Deməli, dağımız nədir? Böyük Saz dağlarıdır. Böyük. Məsələn, dağdan söhbət getmir burada. Ölkədən gedir söhbət. Böyük Saz dağları harada yerləşir? Avstraliyada. X dağlarının yerləşdiyi ölkə ilə aşağıdakı ölkənin oxşarlığı müəyyən edin. Avstraliya ilə Avstraliya verilən ölkələrin oxşarlığını istəyir bizdən. Baxaq. Rusiya ilə oxşarlığı eyni işıqlama qurşağında yerləşirlər. Fikri yanlış olar. Avstraliya tropik, mülayim, Rusiya mülayim, qütb işıqlama qurşaqlarına düşür. Mülayim hava kütləsi təsir edir. Bəli, mülayim hava kütləsi təsir edər. Sahillərində mərcan mənşə adalar var. Rusiya sahilində mərcan mənşə ada yoxdur, amma Avstraliyada var. Braziliya ilə oxşarlığına baxaq. Eyni yarımkürədə yerləşirlər. Xeyr, fərqli-fərqli yarımkürədir. A səhv olar. Polad istehsalında fərqlənən ölkələrdəndir. Fikri doğru olar. Avstraliyada və Braziliyada polad istehsalına görə fərqlənir. Boksit ehtiyatları var. Əhalisi Hind-Avropa dil ailəsinə aiddir. Fikri doğru olar. Kanada ilə Avstraliyaya baxırıq. Təbii qaz ixracatçısıdır. Bəli, təbii qaz ixracatçısıdır. Fikir doğrudur. Ən isti okean hər iki ölkənin sahillərini yuyur. Bu da doğru olar. Ən isti okean Sakit okeandır. Sakit okeanın sahillərini yuyur. Bəli. Çöl və meşə çöl təbii zonası hesabı buğda ixracatçısıdır. Hər iki ölkə buğda ixracatçısıdır, amma Avstraliyada çöl və meşə çöl yoxdur. Deməli, 1B, 2BC, 3AB, C variantı olar. Növbəti suala baxırıq. Yer kürəsinin öz oxu ətrafına fırlanma sürətinin dəyişmə səbəbi ilə 99 qərb uzunluğu 14 və 15-ci saat qurşaqlarının sərhədini təşkil edir. Belə olduqda müvafiq olaraq neçə saat qurşağı yaranar və 98 şərq uzunluğu hansı saat qurşağında yerləşər? Düşər. Belə olduqda biz 99 qərb uzunluğu verdiyi üçün biz ümumi 360 dərəcədən çıxarıq 99-u. Bunu çıxsaq edir 261 261. Hə, indi aldıq neçə? Çıxdıq 261 aldıq. İndi 261-i bölməlik neçəyə? 14 ilə 15-in yarısını deyir ki, sərhədini təşkil edir də. Onda sərhədin təşkilçisi bunların ortasına düşməlidirsə, 261-i bölməlik 14,5-ə. Bunu da 14,5-ə böldükdə bu da edir 18. 18 aldıq. Deməli, 18 aldıqsa bunları silək. 18 almışıq. Deməli, yer kürəsi 1 saatda 18 dərəcə dövr edir. 1 saatda 18 dərəcə dövr edir. Ümumi yer kürəsinin çevrəsi nə qədərdir? 360. 360-ı neçə saata dövr edər? Əlbəttə ki, buradan alarıq ki, 20 saata. Deməli, opşim 20 saat qurşağı yarandı. 20 saat qurşağı yaranırsa, indi baxaq görək 98 şərq uzunluğu neçə saat qurşağında yerləşir. 98-i bölərək neçəyə? 1 saatda nə qədər gedir? 1 saatda 18 yesə biz 18-ə bölərik. Burada 18-ə bölsək, 98 18-ə 5 dəfə götürsək, 90, qalığımız 8-dir. Qalığımız 9-dan kiçik olduğu üçün üzərinə 1 gəlmirəm. 18-in yarısı 9-dan kiçik olduğu üçün üzərinə 1 gəlmirəm. Elə 5 də qalar. Cavab B variantı. 11B. Sualımıza 12-yə. X düzənliyində dünyanın ən böyük bataqlıqlarından biri yerləşir, Vastikan.
Yəni dünyanın böyük bataqlığı yerləşir Qərbi Sibir ovalığında. B. Sibir ovalı, Qərbi Sibir düzənliyi. Buradan məlum olur, amma yenə də köməklik var. Düzənliyin qərb hissəsində hündürlüyü 2000 metrdən az olan faylı dağ silsiləsi yerləşir. Yəni Ural dağlarından söhbət gedir. X düzənliyi ilə dekan yaylasının oxşarlığını müəyyən edin. Yəni qərbi Sibirə dekanın biz oxşarlığını tapmalıyıq. Hər iki düzənlikdə geotermik pillə Meksika yaylasından azdır. Fikri. Meksika yaylasında geotermik pillə çoxdur. Hər iki düzənlikdəki platforma yox ki, Meksika yaylasında geotermik pillə azdır. Çünki geosinkralda yerləşir. Amma bunlar platformada yerləşdiyi üçün bunlarda daha çox olar. Bu səhv fikirdir. Bir səhvdir. Meksika geosinkralda orada geotermik pillə azdır. Bunlar platforma deyə, burada geotermik pillə çoxdur. Qərbi Sibir və Dekan yaylasında. Bir səhv olar. Biz Dekan yaylası ilə o Qərbi Sibirin oxşarlığını müəyyən etməliyik. Gedək, baxaq o birlər variantlara. Qərbi Sibir və Dekan yaylası. Hər iki düzənlikdə yanar məişəli fayda qazıntı var. Belə daş kömür, Dekan yaylasına deyə bilərik. Qərbi Sibirdə neft, qaz ehtiyatları var. İki oxşardır. Düzənliklə qədim platform üzərində yerləşir. Biri qədim platformadır, biri cavan platformadır. Səhvlə hər iki düzənliyin aid olduğu ölkə BRICS təşkilatına üzvdür. Doğrudur. Hər iki düzənliyin aid olduğu ölkədə polikultur təsərrüfatı xarakterlidir. Yəni çox mərkəzi təsərrüfat var. Doğrudur. Hər iki düzənlikdə yağıntılar əsasən yayda düşdüyü üçün qışda suvarma əkinçiliyindən geniş istifadə olunur. Qərbi Sibirdə qışda əkinçilik. Amma biz bunu Dekan yaylası üçün deyə bilərdik. Qərbi Sibir üçün xeyr. Cavabımız olar 2, 4, 5. C variantı olar. 13-ə baxaq. Dekabr, yanvar, fevral aylarında mülayim hava kütlələrinin, iyun, iyul, avqust aylarında isə tropik hava kütlələrinin təsir etdiyi əraziləri müəyyən edin. Dekabr, yanvar, fevral aylarında mülayim hava kütlələrinin, yəni şimal yarımkürəsi üçün dekabr, yanvar, fevral, şimal yarımkürəsi üçün bu dekabr, yanvar, fevral aylarında mülayim təsir etməsi üçün biz subtropik iqlim götürməliyik. Şimalda subtropik iqlim. Şimalda yayda iyun, iyul, avqust ayında tropik təsir edir. Şimalda subtropik. Subtropik. Cənubda isə dekabr, yanvar, fevral ayında mülayim. Cənubda dekabr, yanvar, fevral aylarında mülayim hara təsir edər. Cənubda dekabr, yanvar, fevral ayında mülayim özündən şimala təsir edər. Çünki cənubda bu vaxt yay olur. Amma ora tropik təsir etmədiyi üçün biz elə şimalda subtropik iqlimlə yerləşən ərazini götürməliyik. Şimal subtropikdə yerləşən bir ərazi götürməliyik. Anadolu yaylası. Bəli, şimalda subtropikdədir. Dekan yaylası səhv olar. B-də Kürs adası doğrudur. Küraz ovalı doğrudur. Almaniya Polşa səhv olar. Brazil yaylası səhvdir. Arximед yaylası ümumiyyətlə cənuba uyğun gəlmədi bunlar. D. Böyük Çin düzənliyi şərtə görə cənuba uyğun gəlmir. Böyük Çin düzənliyi olar. Qızılqum səhrası olar. Kubi yaylası olmaz. Rük adası olar. Korsika olar. Mississippi ovalığı olar. Subtropikdə yerləşir. Cavab E variantı. Onun üstə E dedik. 14-ə baxırıq. Avrasiya və Afrika materiklərinə oxşar olub, Avrasiya və Afrikaya oxşar, Cənubi Amerika materikinə oxşar olmayan fikri müəyyən edin. Materikin şərq hissəsində okean sahillərində dəyişən rütubətli meşələr təbii zonası var. Avrasiyada var. Afrikada materikin şərq hissəsində var. Xeyr. Heç bu Avrasiya Afrikaya oxşar olmadı. Materikdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkə var. Avrasiyada var, Afrikada var, Cənubi Amerikada
Cənubi Amerikada var. Hər üçündə var. Olmaz. Materikin sahəsi aid olduğu litosfer talasının sahəsindən böyükdür. Hər ikisində bu eynidir. Materikin ən uzun çayının mənbəyi tropik iqlim qurşağında yerləşir. Avrasiya materikində baxaq. Avrasiya materikində ən uzun çay tropik iqlim qurşağında yerləşir. Yansızı çay tropikdə yerləşmir. Xeyr, bu səhv olar. Bakı şəhərinə keçən meydan çevrəsi materiki kəsir. Bakı şəhəri 50 şərq uzunluğunu kəsir. 50 şərq uzunluğu Avrasiya sözsüz Afrikanı da kəsir, amma Cənubi Amerikanı kəsmir. Cənubi Amerikanı kəsmədiyi üçün elə eyni biz doğru götürək. Burada meridian çevrəsindən söhbət gedir. Yəni Bakı yerləşir 50 şərq uzunluğunda. Bakı meridian çevrəsi deyilsə, bunun əksi 130 qərb uzunluğunu götürməliyik. 130 qərb uzunluğunda Cənubi Amerikanı kəsmir. Cavab E olar 14-dən. Geoloji keçmişdə yer qabığının inkişafı dəniz və quru mərhələlərindən növbələşməsi ilə müşahidə olunmuşdur. Hansı erada verilən xüsusiyyət doğrudur? Transqressiya və regressiya mərhələ. Transqressiya birlikdə su mərhələsi, regressiya quru mərhələsidir. Bu şəkildə olmuşdur. Baxaq görək hansı variantda doğrudur. Paleozoin əvvəli, biz transqressiya mərhələsi olub paleozoin əvvəli. Su mərhələsində yerin səthinə əks etdirmə qabiliyyəti artır, xeyr, əks etdirmə qabiliyyəti azalır. Su mərhələsində su daha çox ərazidən hərəkət etdiyi üçün, məsələn, yer səthində daha çox, belə deyək ki, istilik tutumlu olur, əks etdirmə olmur, A səhvdir. Paleozoin ortalarından mezozoin ortalarına qədər quru mərhələsi olmuşdur. Yer kürəsində orta illik temperatur artması. Quru mərhələsində artmır, bu da səhv olar. Mezozoin ortaları soyuqadavamlı canlıların inkişaf etməsi. Burada mezozoin ortaları su mərhələsi, transqressiya mərhələsidir. Soyuqadavamlı yox, istisevər rütubətli bitkilər olar. Mezozoin soyunun dağların dağılması sahəsində quru ərazinin sahəsinin artması. Mezozoin sonu quru mərhələsidir. Dağların dağılması isə su mərhələsinə aiddir. Fikri yanlış olar. Paleogendən indiyə qədər kömür yataqlarının yaranması. Bəli, indiyə qədər transqressiya mərhələsidir, su mərhələsidir. Su mərhələsində kömür, transqressiya mərhələsində kömür yataqları yaranır. Cavab 15-də E olar. 15-də E. 16-ya baxırıq. 16-da sadə bir belə sual var. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Ölkələr verilib, monarxiya, federativ və yaxud da qeyri-mi. Misir monarxiya deyil, federativ deyil, qeyri-mi deyil. Bir səhv olar. Venezuela monarxiya deyil, federasiyadır, doğrudur. Qeyri-mi deyil, 2 doğrudur. Pakistan monarxiya deyil, federativ deyil, amma qeyri-mi deyil. 3 səhv olar. İndoneziya monarxiya deyil, federasiya deyil, qeyri-midir. Nigeriya monarxiya deyil, federativdir, bəli, qeyri-midir, xeyr, doğrudur. Mərakeş monarxiyadır, federasiya deyil, qeyri-mi deyil, amma monarxiya olmalıydı orada. Səhv verildi. Cavabımız bizə uyğunluğu müəyyən edildiysə 2, 4, 5 doğru variant olar, C variantı. 16 C variantı. 17-dən sonra baxacağıq. Uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq istəyir bizdən. Avstraliya səhralarında əkinçilik heyvandarlıqdan üstündür. Avstraliyada əkinçilik heyvandarlığının səhralarında xeyr. Avstraliya səhralarında belə deyək ki, Afrika səhrası ilə Avstraliya səhrasını müqayisə eləsək, heç olmasa Avstraliya səhrasında heyvandarlıq yaxşı inkişaf edib, otlaq kimi istifadə edirlər. Əkinçilik yox, otlaq kimi heyvanlıqda daha çox istifadə olunur. Bir səhvdir. Bir səhvdirsə biz biri götürəcəyik. Şimal materiklərində bütün təbii zonalar rast
gəlinmir. Bu fikir doğrudur. Şimal materiklə dedikdə iki materik nəzərdə götürülür. Avrasiya və Şimali Amerika materiki. Bəli, Şimali Amerika materikində ekvatorial təbii meşələr yoxdur. İki ucqar nöqtəsinin tropik iqlim qurşağında düşən bir materik var. İki ucqar nöqtəsi tropikə düşsün. Biz burada Cənubi Amerikada götürə bilərik ki, bəli, Cənubi Amerikada şərqdə, qərbdə tropikə düşür. Bir də Avstraliya materikini götürə bilərik ki, şərqdə, qərbdə tropikə düşür. Burada iki materik, bir materik yox, iki materik olsa bu da səhvdir. Oxot və Bering dənizləri bioloji ehtiyatlarla zəngindir. Bu da fikir doğrudur. Burada uyğunsuzluğu deyirsə 1, 3 götürərik. 1, 3. 1, 3-ü götürürük. Gedək, sualın davamına baxaq. Uyğunsuzluq isə 1, 3 götürmüşük. 1, 3-lə cavabımız bəllidir. İndi də baxaq, Amazon meşələri, tayqa meşələri nəzərən enerji alınmasının istifadəsi daha məqsədə uyğundur. Bu fikir doğrudur. Çünki tayqa meşələri gec bərpa olur, Amazon meşəsi isə tez bərpa olur. Onun üçün də C variantı elə səhv variant. Belə deyək ki, uyğunsuz deyirsə C variantı doğrudur. 1, 3. 18-də cavab, 17-də cavab C variantı. İndi isə 18-ə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Demoqrafik siyasət verilib, inkişaf etmiş ölkə, inkişaf etməkdə olan ölkə verilib. Demoqrafik siyasəti inkişaf etməkdə olan ölkələr azaltmağa yönəldir. İnkişaf etmiş ölkələr isə artırmağa yönəltməlidir. Baxaq görək, uzunmüddətli ödənişli analıq müvəzzəfətinin verilməsi. Bu fikir doğrudur. Yəni inkişaf etmiş ölkə xasdır. Ali təhsil müəssisəsinə təhsil alanların ailə qurmasının qarşısının alınması bu belə deyək ki, inkişaf etməkdə olana aiddir. Bura aid deyil. Tibb, xidmət və təhsil ödənişlərinin dövlət hesabının olması bu da inkişaf etmiş ölkə üçün xasdır. Bura baxırıq, inkişaf etməkdə olanlara baxırıq. Körpələrin uşaq müəssisələrinə cəlb edilməsi. Bu da inkişaf etmiş ölkə aiddir. Bura aid deyil. Çox uşaqlı ailələrə və yeni evlənənlərə güzəştlər edilməsi. Çoxuşaqlı ailələrə güzəştlər edilməsi bu da inkişaf etmiş ölkələrə aiddir, etmiş də onlara yox. Uşağı az olan valideynlərə iqtisadi və sosial güzəştlərin verilməsi. Bəli, inkişaf etməkdə olan ölkə uşağı az olanlara daha çox diqqət yetirməlidir ki, orada hamı da uşağı az olsun. Bu da inkişaf etmişdə olan ölkəyə xas bir xüsusiyyətdir. Bizə uyğunluq deyirsə 1, 3, 6-nı götürərik. 1, 3, 6. 18, 1, 3, 6. 18 A variantı edər. 19-a baxırıq. Aşağıdakı cədvəldə X və Y ölkələrinə aid göstəricilər verilmişdir. Bura baxıraq, göstərici xüsusiyyətdə verilib burada X və Y görə. Enerji istehlakı yüksək, burada aşağı. Təbii artım burada aşağı, burada yüksək. Y-də yüksək. Xidmət sektorunun payı çox, az. İxrac əsas hissəsi, ixracın əsası yük, yüksək texnologiya xammal. Urbanizasiya yüksək orada. Bir sözlə X ölkəsi inkişaf etmiş ölkə, Y ölkəsi isə inkişaf etməkdə olan ölkədir. Belə bir uyğunluq gəlir. Gəlin baxaq, X və Y arasında hansı variant doğrudur X və Y-ə görə? Baxaq A variantına. İkisi də əmək ehtiyatlarının çoxu kənd təsərrüfatına çalışır, xeyr, xidmət sektoruna çalışır. Dedik ki, Y-də elmi-texniki inqilabın təsiri daha güclüdür. Xeyr, X də daha güclüdür, elmi-texniki inqilab. Y-də hələ görürsünüz ki, vəziyyət qəlizdir. X post-sənaye, Y isə inkişaf etməkdə olan ölkə xüsusiyyətini göstərir. X də post-sənaye, bəli, inkişaf etmiş ölkələr post-sənaye dövründədir.
Y isə inkişaf etməkdə olan ölkə xüsusiyyətlərini göstərir. C variantı doğrudur. Hər iki ölkə demoqrafik partlayış müşahidə edilir. Xeyr. Y ölkəsinin xidmət sektoru sənayedən üstündür. Xeyr. Cavab olar C variantı. Sadə sual idi məncə. C variantı doğrudur. 20 suala baxırıq. Sual sanki çox böyük oldu. Baxaq. Uyğunluğu müəyyən edin. Uyğunluq istəyir bizdən. Yanlış fikir, doğru fikir. Yanlışdan yanlış, doğrudan doğrunu götürməliyik. Amudarya və Sırdərya çaylarının dərələri mənsəbə doğru genişlənir və suyun səviyyəsi artır. Biz dərslikdə də bu haqda məlumat verib ki, Amudarya və Sırdərya çaylarının mənsəbə doğru dərələri genişlənmir. Əksinə olur. Və suyun səviyyəsi artmır, azalır. Bu dərsliyə əsaslıdır, səhv fikirdir. Sellədə bir kubçunu 1 metr kub kütlənin az bir hissəsi su təşkil edir fikri də doğrudur. Böyük hissəsini deyək ki, torpaq, gil, daş, qaya, yəni dağıntılar özünün gətirdiyi çöküntülər təşkil edir. Bunun üçün də bu fikir doğrudur. Deməli, sonra baxarıq. Böyük Qafqaz dağları daha çox parçalandığı üçün meşə sahəsi Kiçik Qafqazdan azdır. Ümumiyyətlə, Böyük Qafqazda meşə sahəsi çoxdur. Bir də ki, burada daha çox parçalanmasının adiyyəti yoxdur da, yəni belə də ki, Böyük Qafqazda meşə sahəsi daha çoxdur. Səhv fikirdir. Yer kürəsinin iqlim istiləşməsi şimal meşə qurşağının sərhəddinin daha cənubdan keçməsinə səbəb olur. Belə də ki, hava soyuyarsa şimal meşə qurşağının sərhədi daha cənubdan keçər, hava istiləşərsə şimal meşə qurşağının sərhədi daha şimaldan keçər. Bu da isə deyir cənubdan keçər. Demək bu səhvdir. 3-ə baxırıq. Antarktika yarımadası platformada yerləşib. Antarktika yarımadası platformada geysim halda yerləşir. Qızıl mis ehtiyatlarla zəngindir fikri doğru idi, amma platformada yerləşmirdi sadəcə olaraq. İran və Qvineya körfəzləri neft və qaz zəngin olsalar da palçıq vulkanına rast gəlinmir. Bəli, rast gəlinmir, doğrudur. Quru odun istilik vermə qabiliyyəti yanaş hissdən çoxdur, fikir doğrudur. Kömür ehtiyatına görə ABŞ birinci yerdə olsa da illik hasatda Çin birincidir. Bu da doğrudur. Vulkanik suxulların yayıldığı ərazilərdə torpaqlar əkin üçün yararsız olur. Fikir səhvdir. Əkin üçün yararlı olur. İslandiyada istehsal edilən elektrik enerjisinin 20%-dən çoxu göyəsin payına düşür. Fikir doğrudur. Dünyada su ehtiyatlarının istifadəsinə görə çoxdan azad düzülüşü. Birinci ilə kənd təsərrüfatı, sənaye, məişət gəlir. Fikir doğrudur. Atmosferə atılan karbon qazının miqdarı Çində Hindistandan daha çoxdur. Bu da doğrudur. Yanlışdan yanlışları götürsək 4 gedər, 6 gedər. Doğrudan da doğrular götürülürsə 2 buradan gedər. Cavabımız olar 1, 3, uyğunluq deyirsə, 1, 3, 5 olar. 1, 3, 5 varmı cavablarda? Var. Cavab olar D variantı. Növbəti hissəsinin ikinci videoda izahını verəcəm.